Biz bu günlərim düzələrimizə, əziz dostlar, yemlərinə görürüz ki, duz qatırıq və yemlərinə quru çaydan istifadə edirik. Bunların düzələrin yemində hansı köməyi, hansı dəstəyə varsa sizlərə izah edirəm. İlk öncədən düzələrə vaksin vermədən əvvəl düzələri tam qaydada susatmaq lazımdır. Susatmağın tək yolu yemlərinə su qatmaqla düzələri siz nə edə bilərsiniz? Susada bilərsiniz. Burada isə əziz dostlar, quru çayın, o gördüyünüz bu quru çayın köməyi ondan ibarətdir ki, hər zaman dədə baba əgər qarın getmə varsa, istər insanda, istər hansısa bir toyuqda, düzədə, quru çayın qarın getməyə çox böyük bir köməyi var. O nöqteyi nəzərdən biz yemlərə gördüyünüz bu quru çaylardan da istifadə edirik. Ən azından 3 kilo, 4 kilo yemə bir yemək qaşığı bəs edər ki, yemlərində hazırlayasınız, quru çay verəsiniz ki, o düzələrin qarın getməsi də olmasın. Bunlar ise bizim əziz dostlar, orijinal Xarkovlarımızdır. Azərbaycanın bütün rayon şəhər avtovazalına gördüyünüz bax bu gözəl məhsulun 10 günlüklərinin, 20 günlüklərinin, 30, 45, 60, 90 günlüyə qədər çatdırmaları təmin olunur. Bütün rayon şəhər avtovazalına sifarişlərin çatdırması bizi tərəfdən tutulması təmin olunur. Və onu da izah edirəm ki, bu günlərim çox yerlərdə Xarkov cinsi altında çilli düzələr satılır. Sexdən yığılma çilli düzələr satılır. Və bizdə olan müştərilərin ən azından 50-60% aldanmış, zərər çəkmiş müştərilərdir. Ucuz qiymət bilib, yaxınlaşıb alıblar. 6 ayla, 7 ayla gözləyiblər. Bugün yumurtayar, səhər yumurtayar. Şükür Allaha elə yumurtadan xəbər yoxdur. Sonra isə əziz dostlar, həmən insanlar bizlərə geri dönüş edib, orijinal Xarkovun nə olduğunu bizim səhifələrdə, bizim videolarda görüb bizlərə sifariş ediblər. Və bəzi insanlar sual verirlər ki, axı necə olur ki, orijinalı da olur, padarginalı da olur. Mən həmən insanlara səslənirəm ki, Xarkovun, xoruzların çox təsərrüfatlarda aparıb atırlar toyuqların yanına. Toyuq nə olur olsun, toyuğun xoruzu nə rəhdisə, düzələrin 60-70%-i inkubatordan çıxanda xoruz rəngi çıxır. Həmən rənglərə də insanlar aldanıb, ucuz qiymətə alırlar. Sonra isə bir neçə aylardan sonra özləri hiss edirlər ki, həqiqətən bunları bəzi insanlar neyniblər, aldadıblar. O nöqteyi nəzərdən diqqətli olun. Hər birinizə səslənirəm. Öncədən zəng vurub, əlaqə saxlayıb növbələr yazdıra bilərsiniz.